Bucağın tən böləni. Bir bucaq çəkək. Məsələn, belə bir bucaq. Bucağın təpə nöqtəsindən çıxan və onu iki konqruent bucağa bölən. Konqruent də bilirik ki, eyni, bərabər hissəyə bölmə. Bucağın bax təpəsindən çıxıb onu iki konqruent bucağa bölən şüaya bucağın tən böləni deyilir. Məsələn, biz bu bucağı adlandırsaq A, B, C bucağı, bu da B-dir. ABC bucağı, əgər bu B-dir, bu bucağın təpəsindən çıxdı, onu iki bərabər hissəyə, yəni bu bucaqdan bu bucaq bir-birinə bərabər olsa, ta ki bu x-dir, bu da x olsa, eyni dərəcə ölçüsünə bərabər olsa, BD şüası ABC bucağının tən böləni adlanır və burada bucaq ABD konqruentdir bucaq CBD-yə. Yəni dərəcə ölçüləri eyni olacaq. Məsələn, bizə versək ki, bucaq ABC bərabərdir 60 dərəcə. Bucaq ABD-ni tap deyir və şərtdə də verir ki, BD şüası ABC-nin tən bölənidir. Əgər tən bölən sözü dedirsə, mən bilirəm ki, onu iki bərabər hissəyə bölməlidir. Ona görə 60 dərəcəni bölürük 2-yə bərabərdir 30 dərəcə. Yəni bucaq ABD bərabərdir 30 dərəcə. Bu məsələyə baxaq. Deyir, OC şüası AOB bucağını iki bərabər hissəyə bölüb. Yəni bunu qeyd edək. Bax, bu şüa bunu iki bərabər hissəyə böldü. Yəni bizim bax bu hissəmizlə bu hissəmiz bir-birinə bərabərdir. OM və ON şüaları uyğun olaraq AOC və COB bucaqlarının tən bölənidir. Yəni artıq bax bir başqa rənglə qeyd edək. Bax bu hissə ilə bu hissə də bir-birinə bərabərdir. Və buradakı hissə ilə də bu hissə bir-birinə bərabər. Çünki bu bunun tən bölənidir. Bu da bunun tən bölənidir. Bax, bunu iki hissəyə böldü. Fərqli rənglərlə qeyd elədim. Ümumi AOB bucağı 160 dərəcədir. Biz bilirik ki, OC şüası, bax, bu OC şüası bunu iki hissəyə böldü. Ona görə 160-ı əvvəlcə bölürük 2-yə. 160 dərəcə bölünsün 2 bərabərdir 80 dərəcə. Yəni bizdə bucaq AOC konqruentdir. Bucaq BOC, o da bərabərdir 80 dərəcə. Hər ikisinə 80 dərəcə düşdü. Axı bunlar, bu 80-lər də 2 yerə bölünüb. Yəni bu 80-ləri də 2 yerə bölürük. Bu olur 40 dərəcə, bu da olur 40 dərəcə. Və eyni ilə burada 40, burada 40 dərəcə. Bizdən MON bucağını istəyir. Bax, MON bucağına da qalan hansılar olur? 40-40, yəni bucaq MON-də bərabər olur 40 dərəcə. Üzərinə gəl 40 dərəcə bərabərdir 80 dərəcəyə. Yəni biz bunu belə də həll edə bilərik. Bax, bu OC şüası dedik tən bölən. Bu bunun tən bölənidir. Və bunlar da tən böləndir. Bax, bu da tən böləndir. Yəni bu bunu x-a böldü. Eynisi. Axı bunun özü də tən böləni idi deyə. Bunlar da x olur. Deməli bizdə neçə dənə x oldu? 4 dənə x. 4x bərabərdir. Ümumi bucağımızda 160 dərəcədir. 160-a x da bərabər olur 40 dərəcə. Bizdən isə istəyirdi MON-i. MON-ə də baxırıq 2 dənə x düşür deyə. Bucaq MON bərabərdir 2x, o da bərabərdir 2 vurulsun 40 dərəcə, yəni 80 dərəcə. Lazer şüasında bir nöqtədən çıxan lazer şüaları şəkildə kimi görünür. OY şüası AB düz xəttinə perpendikulyardır. Bax, bu şüamız, bax, bu perpendikulyardır. Perpendikulyardırsa, deməli, bax, bizim bu bucağımız artıq 90 dərəcə olmalıdır. 90 dərəcə. Hansı bucaqlar konqruent bucaqlardır? Birinci A variantında konqruent, yəni bərabər olmalıdır. Baxırıq, bax, burada, məsələn, 45-də uyğun yaza bilərik. Bucaq COD konqruentdir. Bucaq MON. Çünki hər biri 45 dərəcəyə bərabərdir. Sonra bucaq DOY konqruentdir. Bucaq YOM. Bunlar da 30 dərəcəyə bərabərdir. Onsuz bu 90-a böldü deyə
Biz məsələn bax bucaq N, O, B-ni tapsaq nə etməliyik? Bu 90 dərəcədən bu ikisinin cəmini çıxmalıyıq ki, bu hissəni tapa bilək. Çıxılsın 45 üzərinə gəl 30 dərəcə. Bu da 75 dərəcə. 90-dan da 75, 15 dərəcə. Bura 15 dərəcə oldusa, təbii ki, burada 15 dərəcə olacaq. Çünki burada da 45, 30-dur deyə. Onda bucaq A, O, C kongruentdir bucaq B, O, N-ə. Və başqa bucaqlarda yazmaq olar. Məsələn, 45 ilə 15-in cəmi B, O, M bucağını verir. Yəni, bucaq B, O, M kongruentdir. Burada da 45 ilə 15 olan bucaq A, O, D-yə. Sonra 45 ilə 30-u da götürə bilərik. Onların cəmini də. Bu A variantı. İndi keçdik B variantında. O-Y şüası hansı bucaqların tənböləndir? Əvvəlcə biz bu tapdıqlarımızı da burada qeyd edək. Buranı tapmışdıq 15, 15. O hansı bucaqların tənbölənidir? Bizdən O-Y-ni istəyir. Bu O-Y şüası hansı bucaqların tənbölənidir? Yəni 2 bərabər hissəyə bölməlidir. 90, 90. 2 hissədə də bax, burada 90 qaldı, burada 90 qaldı. Deməli, bucaq A, O, Y və bucaq B, O, Y-nin tənbölənidir. Sonra bax, 30, 30-a bölüb. Yəni, D, O, M bucağını 2 hissəyə bölüb. Bucaq D, O, M-i 30, 30, 2 hissəyə bölüb 30 dərəcəlik. Yəni, bucaq D, O, Y kongruentdir bucaq M, O, Y-yə. Sonra 45, 30, 45, 30, 75, 75. Yəni, bucaq C, O, N-i bölüb 75, 75-ə. 75 dərəcəlik 2 hissəyə bölüb. Yəni, bucaq C, O, Y kongruentdir bucaq N, O, Y-yə. Başqa hansı şüalar tənböləndir? Yəni, 2 bərabər hissəyə bölməlidir. Bu şüalar hansı bucaqların tənböləndir? Elə eləməliyik ki, eyni dərəcəli bucaqlar olsun da burada. Baxaq, bura biz tapmışdıq axı 15 dərəcə, burada 15 dərəcə. 45 ilə 15, bura 60 oldu. 30 ilə də 30, bax, burada 60 oldu. Deməli, OM-də, OM hansı bucağın tənbələn olar? D, O, N-in. Bax, D, O, N, D, O, N-in. Daha doğrusu D, O, B-nin. Bax, bura 15, 15-dir. Bura 15, 15, 60'ları tapdıq da. Bax, bu 60, bu 60. Demə, bax, bu bucaq. Bax, bu bucağın bu hissə olacaq tənbölən. 60 burada, 60 burada. Yəni, D, O, B-nin tənböləni olacaq O, M. Eyni bir şey, bax, burada da bu 15. Bura 15 tapdıq. Yenə də burada 60. Buralar 60. Onda bax, bu bucağı elə bir bu şua böləcək 2 hissəyə. 60, 60-a. Yəni, bucaq A, O, M-in tənböləni olur O, D şuası. O, D şuası onun tənböləni olur.